Yeməyi ayaq üstə yeməzlər. Dədə-babalarımızdan eşitdiyimiz bu ifadə hamımıza tanışdı. Amma Odlar Yurdu Universitetində əksinə, bufetdəki stullar yığışdırılıb, əvəzində furşet masalar təşkil edilib. Tələbələrin bu məsələyə yanaşmasına gəlincə. Siz razısınız belə ayaqüstü yeməkdən? Təbii ki, hə. Bəs böyüklərimiz həmişə deyirlər ki, yeməyi ayaqüstü yeməzlər. İnsanların etdiyi ən böyük səhvlərdən biri də budur. Heç nəyi sorğulamırlar. Deyirlər ayaqüstü yemək olmaz. Soruşursan niyə? Deyirlər günahdır. Əslində niyə elə deyiblər bəs? Hər birimizin valideynlərinin qayğı anlayışı iki cür olur. Yemək yedirmək və yatarkən üstünü örtmək. Ona görə də uşaq uzaqda qalanda zəng vururlar ki, yemək yemirsən ya da ki, yorğunsansa istirahət elə. Bunun mövzu ilə nə əlaqəsi var? Onu anlamadım. Elə bu mövzu ilə əlaqəlidir də. Oğlu işə tələsəndə bir-iki tikə ağzına atıb çıxan zaman anası deyib ki, otur yeməyini ye. Uşaq da deyib ki, tələsirəm, gedirəm. Anası da qayğı göstərmək anlayışı ilə deyib ki, yeməsən şeytanlar yeyəcək. O zamandan sonra da hamı belə edib. Bufetdə bir neçə masa olduğu kimi saxlanıb. Baxıram bir tərəfdə stullar var amma. Hə, o müəllimlər üçündür. Amma görünüş baxımından da elə yaxşıdır. Yoxsa qıraqdan baxanda parti edirik kimi görünür. Əlavə edilib ki, bu qərar yeni tədris ilindən qüvvədədir. Səncə əsas məqsəd nədir ki, belə etmələrinin? Əslində əsas məqsədi bir strategiyadır. Əgər stollar olsa, hər kəs gəlib oturar, 2 manatlıq çay alıb 2 saat oturar. Amma belə olanda tez yedin, çıx get. Belə baxıram, xoşunuz gəlir. Nəsə başqa səbəbi var bunun. De görək nədir bu? Hə, demirəm, bu ayaqüstə yemək parti effekti verir də. Səncə mən bu tipimlə başqa bir yerdə qız tuta bilərəm? Belə burada amma əlimdə kofe ilə istədiyim qıza yaxınlaşıb, dərsdən söhbət açıb danışıram, sonrası gəlir.